Yeni aşka yelken açmaq istəyirəm. Ay Səma deyənlərimiz var burada. Yeni aşk həyatıma nə zaman gəlir deyənlərimiz var. Gəlin buna baxaq və mənə dəxli yoxdur hal-hazırda həyatınızda insan varmı, yoxmu onu siz bilərsiniz, o insan bilər. Mən baxıram həyatınıza yeni aşk gəlirmi? Gəl buna baxaq. Gəlirmi həyatına yeni aşk? Bəli. Həyatına yeni bir aşk, yeni bir sevgi gəlir. Və mən sənə deyim ki, bu insan ola bilsin ki, uzaqla əlaqəsi olan bir insan olsun. Ola bilsin aranızda məsafə olsun bu insanla. Ola bilsin bu insanla ilk tanışlığınız, ola bilsin dostluqla başlaya bilər. Ola bilsin yazışma ilə başlaya bilər. Ola bilsin sadəcə uzaqdan uzağa bir danışıqla başlaya bilər bu münasibətiniz. Çünki bu insan yenə deyirəm, xariclə ola bilsin və yaxud da ki, sən hardasansa, səndən biraz uzaq məsafədə ola bilər bu insan. Tanışlıq olacaq, bəli. Biraz belə deyim də, bu ilin sonuna qədər görüm olacaqmı bu tanışlıq? Ciddi bir fikirlə gəlir özü də bu insan. Mən sənə deyim ki, bəli, il sonuna qədər olacaq tanışlıq. Bu insanla tanışlığınız, yenə deyirəm, dostluq, tanışlıq bir belə deyim də ortamında olacaq. İlk başlanğıc bu insanla. Aranızda məsafələr olacaq. Ola bilsin tutaq ki, ilk tanışlığınız belə ola bilər. 3 gündən bir yazışa bilərsiniz, 4 gündən bir. Çünki o da belə deyim də ciddi bir xarakterli insan. Sən də həyatına elə bir insan gözləyirsən və bəli olacaq və bu insanla danışığınız, tanışlığınız böyüyəcək. Daha ciddi bir münasibətə böyüyəcək. Evlilik münasibətinə kimi böyüyəcək bu insanla. Gəl baxaq, necə bir insan olacaq bu insan? Bu insan necə bir insan olacaq xaraktercə? Bu insan xaraktercə, belə deyim də, çox siyasi bir insan olacaq. Çoxlu danışıqlar aparan bir insan olacaq. Ola bilsin, bunun işi belə ola bilər. İnsanlarla danışıq aparan, insanları seçim etdirən, ola bilsin, güclü xarakterli bir insandır. Bəlkə də vəkil ola bilər, bəlkə də nə bilim, hüquq mühafizə orqanında işləyə bilər, bəlkə də nə bilim, dövlət orqanlarında işləyə bilən güclü xarakterli bir insan olacaq. Vəzifə cəhətdən də, iş cəhətdən də güclü. Yəni, insanların seçim arasında qalanda onlara seçim yolu göstərən danışıqlarla və yaxud da ki, insanları hansısa bir fikirlərində, qərarlarında qoruyan bir insan olacaq. Hansı ki, yəni bu insan söz haqqı olan bir insan olacaq. Xarakter cəhətdən güclü. Bəlkə də görünüşcə sadə olacaq, sadə görünümlü. Yəni, belə genələn bir olmayacaq da, sadə. Amma onun arxasında elə bir güc olacaq ki, yəni çox özgüvənli bir insan olacaq bu insan. Belə olacaq. Bu insanla necə bir tanışlıq olacaq, necə bir yerdə olacaq tanışlıq, buna da baxmağa çalışaq. Elə bil ki, bu insanla tanışlığınız bəlkə də bir qadın vasitəsilə ola bilər, açar bir qadın olacaq. Ola bilsin, tutaq ki, həmin insanla tanışlıq vaxtı yanınızda bir qadın ola bilər. Ola bilsin ki, hansısa bir məclisdə, tutaq ki, kimlənsə görüşə gedirsən, rəfiqənlə və yaxud da ki, hansısa bir qadınla yolda və yaxud da ki, həmin ortamda bir tanışlıq olacaq bu tanışlıq. Və bu insan açar olacaq da. Sən isə həyatının seçim dönəmində olacaqsan həmin an. Seçim dönəmində, yəni necə, keçmişdən qurtulub, gələcəyə doğru baxış eləyən bir dönəmdə olacaqsan, sakit bir dönəmdə. Məsələn, ağır bir münasibətdən çıxmış, sıxıntıdan çıxmış, problemdən çıxmış bir vəziyyətdə olacaqsan. Yeni yollara, yəni artıq tam hazır olacaqsan da belə bir münasibətə. Və o insan gələcək sənin həyatına. İstədiyin kimi bir münasibət olacaqmı həmin insanla? Həmin insanla köklü bir münasibətin olacaq. İstədiyin kimi bir münasibətin olacaq. Stabil, köklü, davamlı bir münasibət olacaq. Hətta yenə deyirəm, burada kartın əvvəlində çıxdığı kimi bu insanla evlilik fikirli bir münasibət olacaq. Bu insanla köklü bir münasibətin olacaq sənin və bəli, ev sahibi də ola bilərsiniz bununla birlikdə. Yəni, ailə olacaq da, ailə ortamı, yəni, ailə xarakterli bir münasibətin olacaq. Aldım, qəbul edim, yaz ətraflı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxla.